Amin salam dostlar, mən Kənan. Deməli, bugünkü videomuzda sevgimdən ayrılacağım. Bildiyiniz kimi axırıncı bir dənə video paylaşmışdım və onu silmişdim. Bu arada da mən qızdan ayrılacağımı düşünmürəm. Nə də olsa qızdan ayrılmayacağam. Prosto bir dənə sevgilimə bu ərəfədə bir dənə zarafat eləmək istədim. Yəni sevgimi çoxunuz tanıyırsınız da. Sevgimə yığacağam və deyəcəm ayrılmaq istəyirəm. Bayaq danışdıq, dedim danışa bilirsənsə falan filan. Birazdan yığacağam, danışarıq. Belə bir şey dedim. İndi zəng edəcəm, görək nə olacaq. Videonu 1 saniyəlik dayandırıram. Aşağıdan videoya like atıb kanala abunə olub bildirimləri açsanız sevinərəm. Rey bölməsində də fikirlərinizi yazmağı unutmayın. Xoş izləmələr. Zəng edirəm. Palit eləməməyə çalışsam. Bir də mən bunu şahtağa getməyə qoymamışdım. Alo. 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 Ay Vəsi. Səsim gəlir. Alo. Səsim gəlmir. Gəlir, indi gəlir səsin. Bayaq gəlmirdi səs. Ha. Neysə. Heç. Dəqiqə. Sən? Özdəki bu arada qızla 3 gündür danışmıram. 3 gündür dalaşıram ki, məni bu videonu çəkməyə görə. Hə, yaxşı mama. Hə. Nəyi bilmirsən? Söz soruşuram səndən. Bezdim Allah'ın olsun. Nə sözümə qulaq asırsan, nə bir şey eləyirsən. Sonra da oturub mızdanırsan, belə eləyirsən ki, falan filan ki, işte belə də. Bildin nətər. Sonra yanına bəhanə eləyirsən, naz eləyirsən, sonra deyirsən ki, bağışla mən. Mən sizə icazə vermişdim şahtağa getməyə. Niyə getdin? Çünki getmək istəyirdim. Getmək istəyirdin. Deməli, bir-birimiz nə istəyirsə olur, hə? Əgər çox istədiyimiz bir şeylərdirsə, hə? Eyvallah. Mən bunu bəyəndim həqiqətən. Yəni, bu mənə çox qəşəng sərf elədi. Açığı deyim. Bu mənə ləzzət verdi. Nə bilim, məncə belə getsə şey olacaq, ay bəs, bizdə alınmayacaq. Açıq deyimsə. Yəni, mənə artıq problem lazımdır. Yəni, YouTube mənim üçün önəmli olduğunu bilirsən. Mən də videolar çəkirəm eləm. Sən də çox sağ ol. Yəni, sənin üzrə görə mən 3 dənə videonu silim. Dəcə ikisini silmişəm, bir dənəsi qalıb. Onu da silməyə əlim gəlmir. Yəni, mən niyə o qədər əziyyətim boşa getməlidir sənə görə? Hə? Bir şey dinən də. Soruşursan ki, nə deyə bilərəm ki, onlara haqlısan da. Hə. Niyə? Mən belə alınmır, Allah'ın da olsun. Sən mənə problem yaradırsan. Neyləmək
eləmək istəyirsən? Nə? Nə eləmək Başa düşmürəm. Biri sənə problem yaradanda sən nə etmək istəyirsən? Hı? Nə bilim, yəqin ki, uzaqlaşmaq. Hə. Mən də səninlə nə qədər istəyirəm üzməyim, hər dəfə yola verirəm, hər dəfə deyirəm yaxşı Kənan olsun, can sağ olsun. Yəni döz, səbr elə, bəlkə düzələr, bəlkə bir gün başa düşər. Amma görürəm səndə heç belə nə bilim. Mən başa düşə bilmirəm. Alo. Hı? Eşidirsən? Onda bir şey denən də. Yəni bu qədər son sözümü demək istəyirsənsə, buyur. Başa düşmədim. Özün demirsən, yəni nəsə. Necə yəni nəsə? İndi nə demək istəyirsən sən, yəni? İndi mənim beynim sönüb. Mən bu şeylərə son qoymaq istəyirəm. Açığı. Görürəm də sən də mənsiz xoşbəxtsən, hiss eləyirəm. Deyiləm. Xoşbəxtsən. Deyiləm. Nətər yəni deyilsən? Çox qəşəngdə xoşbəxtsən. 3 gündə özümü güclə saxlayıram, sənlə dalaşmayım. Amma axırı yəni dedim dalaşacağam. Bunun ayrı variantı yox. Çünki bir yerə qədər insan susur, sonra əsəbləşir. Hı? Eşidirəm. Yəni dünənə görə deyirsənsə, ya da ondan əvvəl. Dünənə görə yox, mən ümumiyyətcə bütün günə görə deyirəm. Məni çox pis vəziyyətdə qoydun sən hər dəfəsində. Sən mənə acı verməyinə ya da sən mənə zərər verməyinə icazə vermək istəmirəm. Yəni qısacası məni narahat edirsən. Başa düşdün də yəqin ki. Başa düşdüm. Məncə ona görə yəni çox uzatmanın mənası yoxdur. Sırf sənə zərər verməmək üçün. Nədir? Sənə zərər verməmək üçün nə istəsən yaz. Qəbul edərəm. Hə, amma günahkarın kim olduğunu bilirsən də özün də yaxşı ki. Yəni bir də üssüz mənə şey eləyirsən. Sifət eləyirsən, trip atsan. Yəni bunun geri dönüşü olmayacaq. Yəni mənim ciddiyyətimi özün çox yaxşı bilirsən. Yəni səhvi bağışlayıram mən bir yerə qədər. Alo. Alo. Eşidirəm də. İndi buna çox son nöqtəni qoymağa gəldim. Nə demək istəyirəm? Yəni səhvi boynuma denən səhv məndə idi. Vəsə oldu, bitdi, qurtardı. Mən də sağollaşım, vəsə qutarsın. Hər yerdən də followdan çıxaracağam. Səninlə olan videoların hamısını da siləcəm. Vəsə qurtardı.
Sən elə düşünmürsən? İndi buna köhnə sevgilim falan unutmadım deyəcəm. Əslində yaxşı, bunları indi sən biləm deyəsən ki, biraz keçəndən sonra bəhanə elədi falan filan. Bir şey deyim də, sən bilirdin də, vəfanı. Deyirdim, mənə yazır, vəfa edir, belə falan filan. Daha bu söhbətlər olsa, indi ailən də bildiyinə görə bizim aramız dəyəcək də. Düzdür? Ona görə məncə çox uzatmanın mənası yox, çünki gələcəkdə daha çox problem olacaq. Mən də nədən adı? Yəni əvvəlcədən deyim, yəni ki, vəfa ilə barışacağam mən. Yəni ki, vəfa ilə barışacağam. Dəli olacaq. Ad bu elədi. Tamam. Hə, son mesajlarımız bu oldu. Adını nöqtə qoymuşam bu arada, bilmirəm niyə. Bəs yine son... Ay. Hı? Çok sağ ol. Nəyə görə? Nə çox sağ ol. Her şeye göre. Her şeye göre. Bəli, bir videonun daha sonuna gəldik. Daha çox belə video istəyirsə aşağıdan videoya like atıb kanala abunə olmağı unutmayın. Bu arada i butonunda kral və vəzir videosu sevmişik. i butonundan da kral və vəzirə gedə bilərsiniz. Özünüzə yaxşı baxın. Bir sonraki videoda görüşmək üzrə. Are you listening? Damn.